Hər kəsə salam, kanalımın dəyərli xanımları. Bugün biz hazırlaşdıq Megaya gedək. Havanı da görürsüz, küləkli, yağışlı, 3-4 gün isti oldu və hava dedi ki, bəsdir bu qədər sevindiniz, yenidən yağışlar, küləklər başladı. Əslində planımız belə idi ki, avtobusla gedək. Mən çox istəyirdim ki, avtobusa minək. Həm istəyirdim sizi üçün çəkim, həm istəyirdim özüm də görüm, həm də Tamerlana da göstərmək istəyirdim avtobusu. Düzdür, Leyla avtobusda görüb, metroda görüb, amma Tamerlan görmüyüb. Yağışa görə məcbur olduq ki, yoldaşım taksi çağırdı. Bəlkə bizim yaşadığımız yerdən hardasa 15 dəqiqəlik uzaqlıqdadır. Amma bu taksi ilə gediləndə, avtobusla gediləndə hardasa 20-25 dəqiqə məsafəsi var. Artıq çatmışıq, tez də çatdıq. Bura gəlmə səbəbimiz həm gəzmək istəyirdik, həm özüm üçün dux almaq istəyirdim. Həm də ki, Bakıya qaydanda öz yaxınlarımız üçün hədiyyələr almaq istəyirdim. Özümüzə nə almışıqsa, vloqda hamısını sizə də göstərəcəm. Amma kimə ki hədiyyə almışamsa, onları təəssüf ki göstərə bilməyəcəm. Çünki hədiyyə almışam, onların hamısı mənim vloqlarıma baxır. Yadınıza gəlirsə, mən sizə vloqların birində demişdim ki, bura registrasiya ola bilmirik. Sırf ki yaşadığımız yerdən uzaq məsafəyə də çıxa bilmirdik. Ki bizi saxlasalardı, cərməsi çox idi. Cərməsi bir yana, ən böyük problem bizi bölməyə apara bilərdilər. Sırf ona görə də biz qətiyyən uzağa getmirdik və evin yaxınlığında hər gün gəzirdik. Şükür ki, artıq yoldaşım bizi qeydiyyata sala bilib. Sağ olsunlar, işlədiyi yerdə müdiriyyətə müraciət elədi və onlar da həll elədilər. Adam başına 5000 rubl verdi. Bu da bizim pulla 100 manat edir. İndi artıq qeydiyyat var deyənə rahat gəzə bilirik, hər yerə gedə bilirik. Bu da bizə görə əlbəttə ki, çox yaxşı oldu. Çünki gəldiyimiz gündən heç yana gedə bilmirdik. Təsəvvür edin ki, mən Bakıda olanda düşünürdüm ki, Moskvaya gedəcəm, demək olar ki, bir gündən bir vloqlar paylaşacağam. Həm mənə xoş olacaqdı, həm də izləyənlərə xoş olacaqdı ki, tez-tez vloq var. Bu registrasiya söhbətinə görə heç yana gedə bilmirdik deyə heç nə də çəkə bilmirdim. Təsəvvür edin ki, xanımlar, ev balacadır və mən oyanıram, yeməyimizi yeyirik, başlayıram evi yığışdırmağa. Yarım saatın içində opşi evi yığışdırıram, bitirirəm və evi yığışdırandan sonra dərhal yeməyi bişirirəm. Biraz da uşaqlarla vaxt keçir və Tamerlanın yatmaq vaxtı gəlir. Ev də balaca olduğuna görə tam sakitçilik yaradıram ki, Tamerlan oyanmasın. Günün axşama kimi bu cür bekarçılıq olur. Sonra axşamüstü yoldaşım işdən gəlir, nəyini yeyir, hardasa 1 saat yatır, sonra oyanır, düşürük aşağı və 12-yə 1-ə kimi gəzirik. Hər gün bu cür eyni keçir deyənə vloqda paylaşa bilmirəm. Amma Bakıda evdə olanda inanın ki, axşama kimi mən iş görürdüm. İstər həyət, istər o otaq, bu otaq, özümə durmadan iş çıxardırdım. Və buna görə də sizi üçün rahatçılıqla vloqda paylaşa bilirdim. Amma burada dediyim kimi 20-30 dəqiqə bütün işimi tamamlayıram və əyləşirəm. Və xanımlar, bu mağazində çox gözəl endirimlər var idi. Bu markanın materialları çox keyfiyyətli olur. Bir dəfə alırsan və illərlə geyinirsən. Biz bura ilk gəlişimizdə bu markadan paltar almışdım. Neçə dəfə yumuşam, geyinmişəm. Hər geyinəndə də elə bilirəm ki, təzədir. Burada da Leyla özü üçün şortik istəyir, amma onun razmerində şortik tapa bilmədik. Çünki Leyla çox arıqdır, hər şalvar, hər şortik ona olmur. Hətta Leylaya məktəb şalvarı alanda belə aparırdım evə, özüm maşınka ilə ayağını da, belini də yığırdım. Leylanın bel hissəsi standartdan incədir. Boyu da yaşına görə hündür olduğuna görə əslində şalvarın uzunluğu tam olur, amma bel hissəsi boş olur. Əgər bel hissəsində dar, əyninə oturan tapa bilsə, ayaq hissəsi qısa olur. Ümumiyyətlə uşaqlar yeniyetmə vaxtında bilirəm ki, belə olur. İnlərinə tam oturan hələm-hələm paltar tapmaq qeyri-mümkün olur. Çünki yeniyetmə dövründə uşağın bədən proporsiyonu çox dəyişik formada olur. İstədiyimiz kimi bəyəndiyimiz paltarı Leylaya ala bilmirik. Bu mağazindəki xanımlar, yoldaşım üçün bir dənə pencək alırıq və hədiyyəlik 1-2 dənə kofta aldıq və salam.
Xanımlar, indi gedirik KFC-yə. Yəqin ki, artıq bunu bilməyən yoxdur ki, mənim KFC toyuqları üçün ürəyim gedir. Amma bundan öncəki vloqlarda da dediyim kimi, KFC toyuqlarını başqa yerlərdə yeyəndə qətiyyən bəyənmirəm, hətta dadı bərbad olur. Sırf KFC-nin özündə bişən toyuqlara bayılıram. Yılı ilə atası burada nə istəyirlər, onu seçirlər. Amma mən buna heç bir zaman qarışmıram. Çünki burada bir dənə toyuq yeyirəm, bir də ki çay. Bu da artıq yoldaşım bilir. Onlar burada menyu seçəndə mən də gedirəm yer axtarmağa. Burada boş yer tapmaq olduqca çətindir. Çünki KFC Meganın düz daxilindədir. Burada gəzən insanlar acıyır və gəlir burada yemək yeməyə. Xanımlar, hələlik ki, toplam tutar bu oldu. Amma bunları yedik, doymadıq. Yoldaşım getdi yenidən sifariş verməyə. Tək mənim özüm üçün yoldaşım KFC toyuğundan 10 ədəd sifariş verir. Özləri üçün də eyni, amma Tamerlana ya 3 ədəd ya da ki 5 ədəd. Tamerlanın toyuğunun ayrı olma səbəbi odur ki, acısız olur. Biz özümüz acı toyuqları yeyirik, hələ üzərindən mən qaynar çay da içirəm. Yəqin ki, artıq bunu bilməyən yoxdur. Mən çayı meyvə ilə də içirəm, suxarı ilə də içirəm. Ümumiyyətlə, bütün yeməklərlə mütləq qarşımda çay olmalıdır. Çay olmasa, mən o yeməyi qətiyyən yemirəm. Xanımlar, sonradan Burger King-dən burgerlər də aldıq. Sözün düzü o qədər acıydıq ki, toyuqla qətiyyən doymadıq. Yeməyi də yeyib tam doyandan sonra çıxdıq yuxarı, rahat-rahat gəzdik. Xanımlar, burada Megada. Xoşuma gələn bilirsiniz nə oldu? Burada yeniyetmə bəylər, xanımlar, qeyri-adi kostyumlar geyinib, fərqli makiyajlar edib gəzirlər. O qədər maraqlı, o qədər gözəl görsənirlər ki, mən şəxsən gözlərimi onlardan ala bilmirdim. Hətta gedib bir xanımla şəkil də çəkdirdim. Əgər burada yaşayanlar varsa, mənim dediklərimi də görüblərsə, bəylərdə yazsalar, mənim üçün də çox maraqlı olar. Mən bilmək istəyirəm ki, xanımlar, bəylər o kostyumları niyə görə geyinirlər? Bu onların hobbisidir, əyləncəsidir. Yoxsa buna görə bir qonorar alırlar. Megada hara baxsan, bu cür insanlara rast gəlmək olur. Yoldaşımdan soruşdum, o da bilmədi. Bilən olsa, rəylərə yazsa mənə çox xoş olar, çünki bu mənə həqiqətən də maraqlıdır. Xanımlar, çalışacağam ki, bir ikisini kadra sala biləm. Çox da risk eləmirdim onları çəkməyə, çünki nə reaksiya verəcəklərini bilmirdim. Düşündüm ki, bəlkə bu onların işidir və çəkilişi pulla edirlər. Amma sonra bir ikisinə yaxınlaşdım, şəkil də çəkdirdim. Çox gülərüz insanı qarşılayırlar. Mənə bu cür insanlar o qədər maraqlı gəlir ki, həyat eşqləri, həyatdan zövq almaları yüksək səviyyədədir. Bu mənə nə deyər, o nə fikirləşər düşüncəsi bunlarda qətiyyən yoxdur. Sadəcə özləri üçün yaşayırlar, sadəcə günlərini xoş keçirsinlər deyənə yaşayırlar. Xanımlar, mən burada bir etiraf eləmək istəyirəm. Əvvəllər ruslara qarşı ön yarğılıydım. Bunun səbəbi bilirsiniz nə idi? Mən özüm rus məktəbində oxumuşam və mənim oxuduğum devirlərdə ruslar Bakıda həddindən çox idi. Necə ki, hal-hazırda Moskvada Qırğız, Özbəkistan bunlar çoxdursa, əvvəllər Bakıda da ruslar bu cür çox idi. Və mənim ta məktəb vaxtından ruslara qarşı o qədər böyük pis xatirələrim var ki, mən elə düşünürdüm ki, bütün ruslar belədir. Gəlin mənim ön yarğılarımı sizə də danışım. Mən özüm ta uşaqlığımdan bu yana vətənpərvər insanam. Ölkəmə, vətənimə qarşı kim haqsızlıq edəndə, kim həddini aşanda ciddi pis reaksiyalar verirəm və həmin insana həddini bildirirəm. Mənim məktəbdə oxuduğum devirlərdə o vaxtı idman dərsinə gedirdik və elə olurdu ki, biz gedən zaman rusların dərsi olurdu. Onlar dərsdən çıxırdı və biz dərsə başlayırdıq. Ya da tam əksi olurdu. Bizim dərsimiz bitirdi, onlar dərsə başlayırdı və bunlar geyinmə otağında elə hərəkətlər yox idi ki, eləməsinlər. Müxtəlif cür pis hərəkətlər. Heç yadımdan çıxmır ki, bizim idman zalına getməmişdən öncə orada balaca bir koridor kimi yer var idi və bizim orada balaca bayrağımız da var idi. Yəqin ki, onu müəllim ora qoymuşdu. Bir də baxdım ki, ruslardan biri qız idi, özü boyu da o qədər hündür idi ki, götürdü bizim bayrağımızı yerə atdı və tapdaladı. Siz təsəvvür edin ki, mən məktəb vaxtı o qədər balacaydım ki, dediyim bu hadisə də hardasa 6-cı sinifdə oxuyanda baş vermişdi. İnanın mənə ki, o qədər balacaydım ki, hətta mənə Dimoviçka deyirdilər. Həmən bayrağımızı tapdalayan qız da o qədər hündür idi ki, boyum onun hardasa qarnından ola bilərdi. Mən bunu görüb o qızın üstünə bir qaçmışdım ki, onu döymək məqsədi ilə. İndi gəlin görün ki, mən onu döyə bilərəm sizcə. Qaçdım qızın üzərinə ki,
qızı itəliyim və güya öz aləmimdə qızı döyəcəm. O qız da ki, yuxarı siniflərdə oxuyurdu ki, boynu da sizə dedim də məndən qat-qat hündür idi. Əsas odur ki, bayrağımızı yerdən götürdüm və qızı vurmağa çalışdım. Qızın ayağına, qarnına nə qədər yumruq vursam da bu qıza təsir eləmirdi. Çünki mən ondan çox balacaydım. Axır qız məni bir əli ilə bir dənə itələdi, getdim yapışdım divara. Sonra mən heç idman dərsinə də daxil olmadım, elə əyləşdim razdivalkada və dərs bitənə kimi o ki var ağladım. Mənim üçün o anda əsas oydu ki, bayrağımızı xilas elədim. Amma o gün an etibarilə ruslara nifrətim oyandı. Təbii ki, mən uşaq idim. Mən onu anlamırdım ki, bunu edən özü də uşaqdır. Fərqi yoxdur ki, o məndən yuxarı sinifdə oxuyur ya aşağı sinifdə. Sonuc etibarilə o da uşaqdır. Və bizim ölkədə, bizim məktəbimizdə, bizim insanlara qarşı o qədər pis tavırları var idi ki, bunların. Özlərini elə aparırdılar ki, sanki biz onların ölkəsindəyik. Belə hadisələrə görə xanımlar, mən bunlara nifrət eləməyə başladım. Amma indi gəlmişəm bura, buradayam. Gəldiyim gündən qarşıma çox kobud ruslar da çıxır. Və təbii ki, bu cür insanlar hər bir ölkədə var. Amma gəlin görün ki, xanımlar, rusların mehribanı o qədər çoxdur ki, çox mərhəmətlidirlər, çox mehribandılar. Təsəvvür edin ki, biz liftə daxil oluruq, heç tanımırıq o qonşuları. Bizə salam verirlər, xoş gördük deyirlər ki, biz öz ölkəmizdə tanımadığımız insana heç vaxt salam verməliyik. Tanımadığımız insana təsəvvür edin ki, salam versək də deyərlər yəqin bunun başı çatmır. Amma burada tam əksinədir. Bizim burada qonşularımız var, hamısı da rusdur. İnanın ki, bizi görəndə o qədər gülər üzlə qarşılayırlar. Hərdən yoldaşıma deyirəm ki, birdən qohum olarıq, xəbərimiz olmaz. Ki biz axı alışmamışıq belə reaksiyalara. Tanımadığımız insanın gözlərinə baxaq, gülümsəyək, xoş gördün deyək. Və mənim üçün ən əsası bilirsiniz nədir? Burada insanlar o qədər heyvanları sevirlər ki, küçədə bir dənə sahibsiz pişik və yaxud da it ola bilməz. Əgər varsa da ki, bir dəfə görmüşük sahibsiz pişikləri, təsəvvür edirsiniz, hər blokun qarşısında o pişiklər üçün yemək qabı və su qabı var. Mən buradan bunu belə nəticə çıxartmışam ki, və bunu dəqiq də bilirəm ki, heyvanlara sevgisi olan insan ömür boyu pis insan ola bilməz. Heyvanlara sanki öz evladlarıymış kimi yanaşırlar. Səhər tezdən oyanırlar, aparırlar heyvanlarını gəzdirirlər ki, biz öz evladlarımızı güclə gəzdiririk. Marketlərində belə heyvan yeməklərinin xüsusi polkaları var. Deyəcəksiniz, bu bizim ölkədə də var, amma bu bizim ölkədə olduğu kimi deyil. Bizim ölkədə sadəcə balaca bir polka heyvan yeməklərinə ayrılır. Amma burada bilirsiniz necədir? Təsəvvür edin ki, marketə gedirsiniz, bir polka çeşid yağlarında. Digər üzbəüz polkada isə tutaq ki, makaronlar, tomatlar, misal üçün müxtəlif cür produktlar. Amma burada hər iki üzbəüz polka sırf heyvan yeməkləridir. Heyvan üçün oyuncaqlar, çipslər, yeməklər və s. O nə deyər, bu nə deyər deyə geyinmirlər. Ürəkləri necə istəyirsə, onlara necə xoşdursa, o cürdə geyinirlər. Misal üçün belə deyim də, xanımlar. Əvvəllər hardasa biraz abartılı deyim ki, 5 il bundan öncə mən geyimimə o qədər fikir verən idim ki, evdən çölə çıxan zaman geyimimin hər detalına önəm verirdim, fikir verirdim. Kəmərim ayaqqabımla uyğunlaşmalıydı, çantam ayaqqabımla uyğun olmalıydı. Geyimlərim o qədər bir-birini tamamlayırdı ki, heç vaxt yadımdan da çıxmaz. Mən lisedə oxuyan zaman bizim bir müəllimimiz var idi. Elə istəyirəm ki, bir gün bir tanınmış rejissor olsun, səni görüb, kəşf eləyib kinoya çəksin. Deyirdim, siz niyə belə deyirsiniz? Mənim digər uşaqlardan nə fərqim var ki? Müəllim də mənə deyirdi ki, sən o qədər səliqəli, o qədər gözəl geyinirsən ki, çox nadir insanlar olur ki, geyimlərinə bu qədər önəm verir. Düzdür, bunu indi siz görə bilməzsiniz, mənim nə dediyimi başa da düşə bilməzsiniz. Çünki mən nə gəldi geyinirəm, nəyi nəylə tutuşdururam, heç fikir də vermirəm. Əsas odur ki, ona fikir verirəm hal-hazırda ki, üzərim təmiz olsun, ütülü olsun. İndi belə olmağımın səbəbi də sırf uşaqlardır. İndi hal-hazırda düşünürəm ki, gör əvvəllər nə qədər boş vaxtım, boş zamanım olub ki, geyimləri seçib, axtarıb, düz qoş edib geyinmişəm. Bunu da etiraf eləməliyəm ki, sonradan düşünmüşəm ki, nə qədər boş-boş şeylərə zamanımı sərf
sərf eləmişəm. Mən indi bunu düşünürəm ki, yəqin ki, özənərək bayıra çıxmağımın səbəbi mən səliqəsiz geyinsəm, düzənsiz geyinsəm, bu nə deyər, bu nə deyər düşüncəsi olub. Amma indi özünüz bilirsiniz də xanımlar, mən hətta şəp-şəpi ilə bayıra çıxıram. O nə deyər, bu nə deyər düşüncəsi indi əsla məndə yoxdur. Əsas odur ki, mənə rahat olsun. Eyni ruslar da belədir. Onlar qətiyyən geyimə fikir vermirlər. Nə gəldi geyinirlər, təki onlara rahat olsun. Təsəvvür edirsiniz xanımlar, bunlar şəhərdə Vyetnamka başmaqla da gəzirlər. Təbii ki, dediyim sözlər hər kəsə aid deyil, amma çoxları belədir. Təsəvvür edirsiniz, bizdə şəhərdə kimsə Vyetnamka ilə gəzsin, sırazı arxasıca deyəcəklər ki, elə bir plyajdadır. Amma burada heç kəsin geyiminə baxmır, heç kəsi yargılamır. Hər nə eləsən də, hər nə geyinsən də onlar üçün adi görsənir. Xanımlar, buranı çox gəzdik. Təəssüf ki, hər mağazinə girəndə siz üçün çəkə bilmirdim. Çünki telefonumun zərətqası tez bitir. Powerbankda pis çıxdığına görə qaytardıq. İndi yeni powerbank sifariş etmişik. Görək o necə gələcək. Xanımlar, bu güllərin Bakıda olmayanından almaq istədim. Sadəcə olaraq aparmaq problemdir. Çünki biz Valbrestdən də güllər sifariş etmişdik. Onlar da artıq böyüyüblər. Hələ o gülləri də yerləşdirmək var. Əslində gəldiyimiz kimi qayıtsaydıq problem yox idi. Amma indi hədiyyələrdə var deyənə. Bəziləri də korobkadadır. Korobkalar da əlavə yer tutur. Açıb da aparsam, bu artıq hədiyyədən sayılmır. Çünki işlənmiş məhsul oxşayacaq. Ona görə də məcburam, hər istədiyimi də ala bilmirəm. Xanımlar, buna baxın, yadınıza gəlir, bizim uşaqlığımızda var idi. Biz balaca olanda kalkulyatorumuz yox idi, bunlarla hesablayırdıq. Yadıma gəlir, ilk məktəbə başladığımız ərəfələrdə anam bizə bu çubuqlardan almışdı, rəngbərəng idi. Təzə məktəbə başlamışdıq, hesablamağı bununla öyrədirdi bizə. Burada o qədər məktəb ləvazimatları var ki, çeşid-çeşid, növbənöv, çox maraqlı, şirin əşyalar var. Sadəcə olaraq dediyim kimi yer yoxdur deyənə ala bilmirik. Amma çox istəyərdim ki, Leyla üçün məktəb ləvazimatlarını buradan alım. Bunu da qeyd etmək istəyirəm ki, ucuz deyillər. Bakı ilə müqayisə edəndə buradakı məhsulları nisbətən ucuzdur Bakı buradan. Bakı ilə müqayisə edəndə paltarlar da bahadır, produkt da.
Xanımlar, bu broloklardan o qədər xoşum gəldi ki, təəssüf ki, videoda göründüyü kimi görsənmir. Canlı o qədər gözəl parıldayırdı ki, üzərində müxtəlif rus adları yazılmışdı. Bir dənə tək hərf ki, bu idi. İstədim alım, sonra yoldaşıma dedim ki, gəl gedək o yanları gəzək, bəlkə bundan da yaxşısını görərik. Həmən yerdən çox uzaqlaşdıq, Aşan marketində daxili çox yekədir. Və sonra gəzdik, bundan yaxşısını da tapa bilmədik. Bir də baxdım ki, bu yerdən xeyli uzaqlaşmışıq. Ayaqqabım da ayağımı ağrıdırdı deyənə ərindim ki, dala qaydım, yenidən bunu alım. Qiyməti də ki, ya 5 manat idi, ya 6 manat. Və gəldi dəftər atdelinə. Buradan bloknot almaq istirdim və aldım. Bu bloknotdan o qədər xoşum gəldi ki, vərəqləri sanki təbii idi. Bilirsiniz də, təbii vərəqlər, təbii kağızlar bu formada olur. Mən də hər nə varsa yazdığıma görə mənə tez-tez bloknot lazım olur. Planlarımı yazıram, görəcək işlərimi yazıram. Ağlıma nə gəlirsə ki, qarşıda onu eləmək lazımdır. Dərhal yazıram, çünki bilirəm ki, mən onu unudacağam. Hətta düşünəcəksiniz ki, buna nə gərək var ki? Amma mənim doğrum budur. Evdə görəcəyim işi belə yazıram. Tutaq ki, kaladovka təmizləməliyəm. Bunlar mənim üçün böyük işdir. Çünki mən təmizlik edəndə o qədər dərindən təmizləyirəm ki, da sırf kaladovka təmizliyinə mən 2 günümü ayırıram. Misal üçün evdə Bakıda mənim tək bloknotum yox, müxtəlif bloknotlarım var. Bunların biri günlük yazdıqlarıma aiddir. Digəri bitdikcə yazdıqlarıma aiddir. Biri planlarıma, görəcək işlərimə. Misal üçün belə deyim də xanımlar, bitdikcə yazdıqlarıma nə aiddir? Sizin üçün saçma sapan gələ bilər, amma mənim üçün ən doğrusu budur. Tutaq ki, baxıram ki, mənim atistonum dibində qalıb. Bir dəfə istifadə edəndən sonra bitəcək. Dərhal açıram bloknotumu, ora qeyd eləyirəm. Siz bilirsiniz ki, mənim allergiyam var və baxıram ki, allergiya dərmanım 3-4 ədəd qalıb. Dərhal bloknota onu da qeyd eləyirəm. Misal üçün bu kimi bitənləri qeyd eləyirəm və bu mənim həmişə əl altımda olur. Bloknotu da ki, gördüyünüz kimi həmişə spiral formasında alıram ki, mənə lazım olanda vərəqini cırım, götürüm. Və evdən çıxanda da vərəqi götürürəm, lazım olan nədirsə alıram, gəlirəm evə. Burada da ki, xanımlar, Leyla üçün keta alırıq. Onun evdə Bakıda ketası çoxdur. Amma bura gələndə çamadanda yer yox idi deyənə əlavə ayaqqabı götürə bilmədik. Ayağındakı keta isə ağ rəngdədir. Tez-tez çirklənir, uşaq olduğuna görə də səliqəsiz geyinir. Ayağındakını yuyanda əlavə ayaqqabı olmur ki, o geyinsin. Buna görə də dəyişiklik olsun deyənə bir dənə keta alırıq ona. Və həmişə onun ketalarına özüm müdaxilə eləmişəm, özüm istədiyimi almışam. Amma burada ona dedim ki, get ürəyin nə istəyir, onu da götür. Bir dənə rəngini dedim ki, ağ olmasın, çünki Leyla ağ ayaqqabını qətiyyən saxlaya bilmir. Qara rəngdə sadə keta seçdi, yaxşı idi, rahat idi. Artıq ayaqqabını aldıq, qalxırıq yuxarı. Gedirik yuxarı xanımlar kotona. Kotonda bir duxu gördüm, bəyəndim qoxusunu. İndi gedirik o duxunu almağa. Bura gələndə gedib baxmışdıq, duxunu bəyənmişdim. Sadəcə fikirləşdim ki, gedək gəzək, birdən başqa duxu olar, görərəm, bəyənərəm. Amma nə yalan deyim xanımlar, gördüm ki, bəyəndiyim duxuların hamısı çox-çox bahadır. Bu duxunu ki bəyənirdim, qiyməti 300 manat, 350 manat, 400 manat. Düşündüm ki, almağa dəyməz. Çünki mənim Bakıda evdə duxum çoxdur. Hamısı da gözəl, qoxuları qalan, qalıcı duxulardır. Elə buradan kotondan ən münasibini aldıq. Qoxusunu da ki nisbətən bəyəndim. Qoxusunu tarif eləyim sizə. Həm vanil, həm şokolad, həm də ki qara kofenin ətrini verirdi. Amma nə yalan deyim, artıq istifadə edirəm. Qoxusu demək olar ki, mənə görə heç qalmır. Mən xoşlayıram ki, duxunu vurdumsa, onun qoxusu üzərimdən getməsin. Onun isə yarım saatın içində
içində qoxusu sanki uçur gedir. Xanımlar, mən sizə duxu ilə bağlı bir söz deyim. Mən yalan deməyim ki, belə bahalı duxular istifadə eləmişəm. Yox. Mənim ən bahalı duxum Tom Ford olub. Tom Fordun ağ rəngdə qablaşmada olanını çox sevirəm. Alıb istifadə eləmişəm, amma qalıcılığı məni yetərincə qane eləməyib. Bilirsiniz, mən nə edirəm xanımlar? Bahalı duxunun hansı ki qiyməti 700-800 manatdır, onların gedib qramla yağlarını alıram. Amma buna diqqət eləmək lazımdır ki, hər yerdə yağlar keyfiyyətli olmur. Əgər siz qramla yağ duxunu işlədib, sonra bəyənməmisinizsə, deməli o yağın keyfiyyəti sıfır olub. Keyfiyyətinə əmin olduğum yerdən yağ duxunu alıram, istədiyim markanın yağ duxusunu. Amma başlığı şarik olmamaq şərti ilə. Başlığı normal duxular necə olur, o formada olsun. Satıcıya deyirəm, tutaq ki, filan duxunu mənə ver. O duxuya parfumu da əlavə edir, verir mənə. Və mən əlavə olaraq yenə eyni duxunun yağını da alıram. Gedirəm evə, açıram o duxunu, sonradan aldığım yağı da əlavə edirəm aldığım duxuya. O flakonu qarışdırıram, qoyuram xaladelnika. Xaladelnikdə bir gün qalandan sonra o duxunu istifadə edirəm. Kiməsə hədiyyə alanda da elə edirəm. Duxunu alıram, qoyuram xaladelnika və səhərsi gün hədiyyə edirəm. İstəyirsiniz dünyanın ən bahalı duxusunu alın, onun qoxusu bir gündən sonra gedəcək. Amma eyni markanın yağ duxusunu alsaz, mən dediyim kimi eləsəz, xanımlar, təsəvvür edin ki, mən öz paltarlarımı maşınkaya atıram, yuyuram ki, az dərəcədə qoymuram. Paltarı sərəndə görürəm ki, mənim ətrimin qoxusu hələ də paltarın üzərindədir. Duxunu məndən çox insan soruşurdu, bu da sizə fikir olsun, mütləq edin. İnanın ki, mənə sağ ol deyəcəksiniz. Və xanımlar, burada aldıqlarımı sizə göstərirəm, amma hədiyyəlik aldıqlarımı istisna olmaqla. Hədiyyəlik olaraq da koftalar almışam və baxım məhsulları almışam. Məsələn, misellər sudu yanında kremi iləndir. Üst üçün maskalardır, bir korobkada bədən gelidir və bədən kremidir. Bu cür hədiyyələrdir. Yəqin ki, onları da Bakıya gedəndə açaram, sizə göstərərəm. Bu arada da xanımlar, Bakıya getdiyimiz tarix də artıq bəllidir. Artıq bileti də almışıq. Bu ayın sonu inşallah qayıdacağıq Bakıya. Xanımlar, burada mənim sizə yenə bir nacizanə müraciətim var. Kanalıma abunə olaraq baxanlara sonsuz təşəkkürümü bildirirəm. Abunə olmadan baxanlara isə görəsən niyə abunə olmadan baxır demək istəyirəm. Xanımlar, əgər kanalıma baxırsınızsa, vloqlarımı izləyirsinizsə, demək ki, bəyənərək baxırsınız. Baxaraq abunə olmamağınız isə həqiqətən məni motivasiyadan salır. Təsəvvür edirsiniz, Bakıda hansı bloger ki var, mənim qarşıma çıxır, yəni ki, YouTuber. Heç baxmasam belə mütləq abunə oluram. Çünki bilirsiniz, mən necə düşünürəm. Alma-vermə dəngəsini balanslaşdırmaq lazımdır. Əgər bu insan vloq çəkirsə və mən onun vloqundan hardasa nəsə faydalanıramsa, mütləq ona abunə olaraq alma-vermə dəngəsini balanslaşdırıram. Həm abunə oluram, həm like eləyirəm. Mən bunu etməyəndə özümü bilirsiniz necə hiss edirəm. Birinə gizli-gizli baxıram və görürəm ki, bu insanı takib eləmirəm. Dərhal düşünürəm ki, əgər bu insan mənim qarşıma çıxanda videolarına baxıramsa və onu like eləmirəmsə, abunə olmuramsa, bunu özlüyümdə sorğulayıram və düşünürəm ki, mən egoist insan deyiləm və bu insanı takib eləmək məndən heç nəyi əskitməyəcək. Əksinə bunu takib eləməklə mütləq başqa yerdə qarşılığını alacağam. Mənim şəxsi fikrimdir, çox xahiş edirəm ki, bunu yanlış anlamayasınız. İzləyib takib eləməyəndə mən çox məyus oluram. Bu mənim təzə kanalımdır. İstəyirəm ki, təzə kanalımda çoxlu uğurlar əldə edim. Bunu da ki, mən əldə edə bilərəm yalnız sizin mənə olan dəstəyinizlə. İnşallah ki, mənim sizə olan müraciətimi doğru qəbul edəsiniz. Bu əsla tələb deyil, sizə olan ricamdır. Burada sizinlə sağollaşıram. Axıra kimi baxdığınıza görə təşəkkür edirəm. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.